xəstəmdə ağırlaşma oldu əməliyyatdan sonra. 40 yaşında bir xanım idi. Anadan gəlmə ürək qüsuruydu, patent lupus arteriosus dediyimiz. Hava emboliyasına bağlı keçici işemik insult oldu. Yəni, istər-istəməz böyük uşağı da əskərlikdə hərbi xidmətə getmişdi, and içmə ərəfəsində idi. Yəni, bunu yaxınlarından saxladılar. Mən böyük stres elədim. Tam səmimi cavab verəcəm sizin sualınıza. Mən onda olanda gecə-gündüz xəstənin başında olduğum bütün bilgimi, təcrübəmi, bütün nə görmüşdümsə bu günə qədər həyatımda hamısını uyguladım. Amma mən o əlaməti artıq anormal, paradoksal şəkildə oyananda və bu xəstədə artıq neurolojik bir ağırlaşma var və diaqnozda təsdiqləndi artıq əməliyyatın ertəsi günü işemik insult. Mən İmam Hüseyin əleyhissalama təvəssül etdim. Sizin sualınıza tam səmimi cavab verirəm. Mən ona təvəssül etdim, mən ona yəni ki, namaz qıldım, hədiyyə namazı, əllərimi açdım. Cənab Allahdan şifasına imdad dilədim, yəni İmam Hüseyin ağaya xatir. Və çox şükürlər olsun ki, əməliyyatdan bir həftə sonra əl ayağı tamamən açıldı və 15 gün sonra bizim nevropatoloqumuzun da tövsiyəsi ilə özü yeriyərək getdi. Yəni çox şükürlər olsun.